Yani bir bacın yine sualı var ki yani zoraqlı paltar giyinmək olar yoxsa yox. Ümumiyyətlə zoraqlı paltarları evdə giyinmək caizdir, amma çölə çıxmaq caiz deyildir onlarla. Çünki nə üçün? Yəni cəlb edicidir və fitnə səbəb olmadır və insanların və kişilərin də həmçinin də qadınlara baxmağa səbəbdir. Ondan dolayı qadın bir rəngli paltar giyindiyi müddətcə caizdir. Yəni gümüşü, qızlı rənglərin xaricində, yəni parıltılı, yəni parıltılı xaricində, paltarların geyimi xaricində digər paltarlardan bir rəng geyinməsi nədir? Caizdir. Zolaqlı paltar isə geyinməsi caiz deyildir inşallah. Bir də deyirəm, qızılı rəngi, yəni parıldayan, hansı rəngdə olur olsun, parıldayan, sarının parıldısıdır, qırmızının parıldısıdır, yaxud da gümüşə çarağın parıldısıdır. Yəni bu paltarları geyinmək olmaz. Niyə? Çünki cəlb edici olduqlarına görə. Həmçinin zoraqlı paltarlar da, yəni fərqli rənglərlə olan paltarlar da geyinmək olmaz. Amma digər rənglərin sadəcə bir rəng olaraq, sayılı olaraq geyinməsində hər hansı bir sakınca yoxdur Allah'ın izniyle.